Prezident İlham Əliyevə benzinin qiymətinin aşağı salınmasıyla bağlı müraciət ediləcək. Belə ki, onlayn müraciət dekabrın 3-də hazırlanıb və bugün saat 15:00-a olan məlumata görə 18.500 nəfər tərəfindən imzalanıb. Son məlumata görə hər dəqiqə bu müraciəti təqribən 45-50 nəfər imzalayır. İmza toplama kampaniyası keçirənlərin məqsədi 100.000 imza toplamaq və hökumətin benzinin qiymət artımı ilə bağlı qərarını ləğv etdirməkdir. İnternet səsvermə cədvəlində göstərilən qiymətlərə görə Azərbaycanda bu qiymətlər son artımdan sonra daha çox yüksəlib. Ölkəmiz neftin daxili bazarda satış qiymətinə görə neft çıxaran ölkələr arasında ancaq Norveç və Çindən geri qalıb. Yeri gəlmişkən qeyd edək ki, neft çıxaran ölkələrdən Venezuelada neftin 1 litri 2 qəpiyə, Səudiyyə Ərəbistanında 29 qəpiyə, İranda 32 qəpiyə satılır. Azərbaycanda isə bu qiymətlər artıq 80 qəpik civarında müəyyən edilib. Xatırladaq ki, bu günlərdə Azərbaycan Tarif Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimləməsi həyata keçirilib. Belə ki, AE95 benzinli pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, AE92 və AE80 markalı avtomobil benzinli pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Bəzi neft məhsullarının yeni topdan satış qiymətləri isə təsdiq olunub.